Rəşad da sənin həmkarındır. Qoy onunla bağlı mən fikirlərimi bildirim. buyur. Sən fikirlərini bildir, sonra mən özüm bildirəcəm. Həmkarındır. Mən daha net deyim ki, dəyərli izləyicimizin fikirlərinə qatılıram. Həqiqətən çox gözəl arqumentdir. Milli komandaya təyin olunan baş məşqçi ən azından hardasa bir göstəricisi olmalıdır. Ən azından haradasa bir iş ortaya qoymalıdır. Hansısa bir klubda o klubun əfsanəsini mi deyək, nə bilim, hər hansı bir üzvdə olan veteran futbolçunu mu deyək, milli üzvünü deyək, bir anda gətirib baş məşqçi qoyub şans verə bilərsən. Bu normaldır. Bu dünya futbolunda da var. Amma təəssüf ki, bu günləri biz danışırıqsa, unutdum adını da, Rəşad Eyübov. Rəşad Eyübovdan danışırıqsa, Rəşad Eyübovun gəl razılaşaq ki, milli komanda aspektindən də hər hansı bir belə qlobal bir faydası olmayıb və hər hansı bir məşqçi kimi də faydası olmayıb. Mən də bir mənalı şəkildə dəyərli izləyicimizə qatılıram ki, mənə görə yanlış qərar idi onun ora baş məşqçi təyin olunması. Tək ki, uğurlu olsun, bu məsələnin başqa tərəfidir. Amma biz sırf qərardan danışırıqsa, bu qərar ən azından peşəkar baxımından baxası olsaq doğru qərar deyil. Şəxsi aspektindən bunu. Yəni, hər kəsin bir fikri var, sözün açığı Rəşad Eyübovla bağlı. Mən Rəşadı çoxdan tanıyıram, səhv eləmirəmsə 2009-2010-cu illərdən, yəni bir yerdə futbol oynamışıq. Çox belə Azərbaycan dili ilə desək, yəni küçə dili ilə mərifətli, çox alicənab bir insandır. Mən amma məsələyə fərqli yerdən yaxınlaşıram. Bu adını çəkdiyimiz, hansı ki o Dadaşın adını çəkdiyi məşqçilər ki var, Tərlan müəllim, Arif müəllim, Elmar müəllim, məncə bunların hər biri yəni istənilən komandada çalışmağa və yaxud da milli komandalarda işləməyə layiq məşqçilərdir, 100%. Amma burada məncə biraz tələskənliyə yol verməyək. Nəyə görə? Çünki artıq futbolda özün bilirsən ki, demək olar ki, məşqçilərin artıq yaş həddinə o qədər fikir verilmir. Yəni, gənc olmağına və yaxud da harada işləyib, harada işləməməyinə. Düzdür, suallar yaranır ki, Rəşad Eyübov harada işlədi ki, gəldi milliyin baş məşqçisi oldu. Okey, əslində bu sual çox advokat, yəni belə deyək də, adekvat sualdır, düzgün sualdır. Amma məncə Rəşad Eyübov perspektivli bir məşqçidir. Yəni, onun təyinatı da heç də elə-belə baş verməyib. Yəni, onda olan o futbol biliyi, potensialı imkan verib ki, o bu günləri milli komandaya baş məşqçi təyin olunsun və onun yanında bu günləri Fərid Namazovdur. Keçən il İmişlini Premier Liqaya çıxaran və hamımızın tanıdığı Qara Qarayevdir, köməkçiləri və Rəşad Hüseynovdur. Yəni, fikir versək, bu qrup belə hamısı gənclərdən ibarət bir qrupdur. Məncə, yəni bu şans verilib, biz bunların hansısa, niyə bu təyin olundu, niyə o təyin olundu deməkdənsə, gözləyib dəstək verməyimiz, nəticələrə baxmağımız məncə daha məqsədə uyğundur.